Vulkanlar və materiklərə aid olan sualımızın cavablarını tapaq. Rəqəmlərlə göstərilmiş vulkanları seçin. Birinci vulkanımız Vezuvidir, İtaliyada, aprelində. İkinci Etnadır, Siciliyada, İtaliyada. Üçüncü Hekladır, İslandiyada. Cavab olur D variantı. İşarələnmiş vulkanların adlarını şimaldan cənuba doğru düzgün yazılmış sıranı müəyyən edin. Deməli, Ruiz vulkanı Kolumbiya, San Pedro vulkanı Bolivya və üçüncü Llullaillaco vulkanı Argentina. Deməli, Ruiz, San Pedro, Llullaillaco. Bu hər üç vulkan da fəaliyyətdə olan vulkanlar və Andallarında yerləşir. Deməli, Ruiz, San Pedro, Llullaillaco C variantı. Afrikada fəaliyyətdə olan vulkanlar. Burada diqqətlə baxın, cavablarda Kenya varsa Kenyanı çıxarır. Çünki Kenya sönmüş vulkandır. Birinci vulkan Karasimbi vulkanıdır, Ruanda dövlətində. İkinci vulkan Kamerun vulkanıdır, Kamerun dövlətində. Üçüncü isə Kilimancarodur. Kilimanjaro eyni zamanda biz Afrikanın ən hündür nöqtəsi kimi 5895 metr kimi də belə tanıyırıq və üçü də fəaliyyətdə olan vulkanlardır və deməli Kilimanjaro yerləşir Tanzaniya dövlətinin ərazisində. Deməli Karasimbi, Kamerun, Kilimanjaro D variantı. Asiyanın vulkanları 1. Ağrı-Dağ. Ağrı-Dağ Türkiyədə yerləşir, sönmüş vulkandır. A-la D getdi. İkinci vulkanımız Kiliçu sopkasıdır. Rusiyada Kamçatka yarımadasında Kiliçu sopkası olmalıdır 2-yə. C getdi. 3. Demavend vulkanıdır. İran yaylasının şimalında. Demavend, deməli, burada Elbrus da olmaz. Demavenddir. Onu da 7. 4-də Fudziyama, Yaponiyada fəaliyyətdə olan. 1-3 sönmüş, 2-4 isə fəaliyyətdə olan vulkanlardır. Adları doğru göstərilmiş coğrafi obyektlər. 6 yuxarıdan qədər. McKinley doğrudur. McKinley'də həqiqətən də burada ən hündür nöqtəli Şimali Amerikada 6194. Rainier vulkanı və Rainier dağı. Bu da doğrudur. Mitchell zirvəsi 1-2 yanlışdır. Çünki Apalaş dağlarında 5-in yerində olmalıdır. 5 Colima vulkanı. Colima vulkanı burada Mitchell'in yerinə görə səhvdir. Burada da Shasta vulkanı. Shasta vulkanında burada Mitchell'in yerində. Mitchell isə Colima'nın yerində olmalıdır. Burada bunlar deməli səhv və Orizaba vulkanı. Orizaba vulkanı səbəb doğru göstərilib. 1, 2 və 6 doğrudur. 1, 2, 6. 6-cı sualın doğru cavabın variantı arasında tapa bilməyiz. Uyğunluğa görə tapaq. Aşınma nəticəsində yaranıb hər ikisi kəllə qənd və topoid üçün tapırıq. 1. Hündürlüyü 800-1800 metr arasında bu tepoidlərə aiddir. Hündürlüyü 300 metrə qədərdir kəllə qənd. Guyana yaylasında olanlar tepoidi və Venezuela dövlətinin arasında. Braziliya yaylasında kəllə qənd. Zirvələrindən kanat yolu çəkilir. Bilirik ki, Braziliyada Rio şəhərində İsa'nın heykəli var. Həmin ərazidə kəllə qəndinin üzərində yerləşir. Ona görə çox turistlər gəlir. Ona görə kanat yolu çəkiblər. Cənubi Amerikada yerləşir, ortaq cəhət. Kəllə qəndə 3, 5, 6, Tepuiyə 2, 4, Oxşarda 1, 7. Kordilyer, qərbi kordilyer, mərkəzi və şərqi kordilyer var burada. Böyük Höyzə yaylası mərkəzi kordilyerlərdə yerləşir. Qayalı dağlar, qayalı dağlar yerləşir şərqi kordilyerdə. Sierra Madre qərbi kordilyerdə. Sahil qərbi kordilyerdə. Meksika yaylası mərkəzi kordilyerlərdə yerləşir. 3, 4, 1, 5, 2. 3, 4, 1, 5 və 2 cavab A variantı. Altiplano üçün sərcəvdə And dağlarında Bolivya Çili sərhədində yerləşən yüksək yerlərdir. Doğru. 9-cu sinif kitabında bu məlumatlar var bizdə. Cənubi Amerika ərazisində iqlimi kənd təsərrüfatı bitkilər üçün yararsızdır. Bəli, doğru. Bu da doğru. Yüksəkdə yerləşdiyi üçün qar və buzlaqlar da ölçülür. Belə bir məlumatımız yoxdur. Quraqlığa davamlı bitkilər üstünlüyü təşkil edir. Bu da doğru. Rütubətin bol olduğu sahələrdə həmişə yaşıl meşələr var. Xeyr, bu yanlışdır. Bitki örtüyü kimi heyvanlar aləmində çox zəngindir. 1, 2 hər ikisi zəngin deyil. 1, 2 və 4 B variantı. Şerplər 9-cu sinifdə Asiya dərsində var. Bu məlumat şerplər Himalay dağlarında, deməli Nepal dövlətinin ərazisində yerləşirlər. Onlar Everestə çıxan turistlərə yardımcı olurlar. And Kordilyer dağlar qurşağında yaşayan əhalidir. And Kordilyerdə yaşayan əhali deyil. Himalay dağlarının ən yüksək hissəsində məskunlaşan xalqdır. Doğru. Əsas məşğuliyyəti arıçılığı yox, dedik ki, turistlərə bələdçilik edir. Sərt iqlim şəraitində əkinçiliklə məşğul olmalarına imkan vermir. Bəli, doğrudur. Çünki iqlim sərt olunca orada əkinçilik inkişaf edilməz.
Yelkənli qayıqlarla sakit okeana balıqçılıqla məşğuldur. Xeyr, yanlışdır. Əsas məşğuliyyəti turistlərə bələdçilik etmək, onlara yükünü daşımadır. Bu doğrudur. 2, 4 və 6 C variantı. Avrasiyanın Alp-Himalay qırşıqlığında yerləşən, Avrasiyada yerləşməlidir. Atlas bozur. Afrikadadır. Skandinaviya, Ural, Apalaç qədim dağlarda olmaz. Pamir, Sayan, Himalay, Tian-Şan burada. Kap Afrikadadır. Qafqaz, Karpat, Himalay, Atlas. Atlas Afrikada da olmaz. Himalay, Pamir, Qafqaz, Pont, Alpsi doğru cavabdır. Y variantı. And dağlarında yerləşən vulkanlar Taxamulco, Kordilyer dağlarındadır. Liliaco, And dağlarında Argentina. Ruiz, And dağlarında Kolumbiyada. Shasta, ABŞ-ın amma deməli Kordilyer dağlarında. Popocatépetl, Meksikada Kordilyer dağlarında. Cotopaxi, Ekvador, And dağları doğru. Manoa, Hava adalarında. San Pedro, Boliviyada doğru. And dağlarında. 2, 3, 6, 8. Cavab Y variantı. Adada yerləşən vulkanlara müəyyən edin. Taxamulco olmaz. Kordilyer dağlarında. Etna, Sicilya adası doğru. Chimborazo, And dağları olmaz. Fudziyama, Yapon adalarında doğru. Elbrus olmaz. İran yaylasında. Ruapehu olar. Ruapehu Yeni Zelandiya adasında. Shasta, ABŞ ərazisində Kordilyer dağlarında olmaz. 2, 4 və 6. 2, 4, 6. Doğru cavab C variantı. Şahid dağlar və daha çox rast gəlinir. Şahid dağlar daha çox quraq iqlimə malik olan ərazilərdə gəlir. Burada Altay, Sayan, Tian-Şan şahid yox, yeni fəallaşmış dağlar da olmaz. Ərəbistan yarımadasında ola bilərdi, amma Dekan Ərəbistanda yerləşmir. Deməli, Şimali Afrikada Əhəqəti bir Darfur, bəli, ən məşhurları bunlardır və bunları biz hər dərsimizdə təkrar edirik. Doğru cavab C variantı. Qərbi Avstraliyada ola bilərdi. Böyük Viktoriya səhrası da olardı. Uluru, böyük sarıcaları burada heç bir imkan verməzdi bizə. Şimali Avropada da olmaz. Cədvələ əsasən düzgün olmayan San Pedro vulkanı Kordilyer yanlışdır. And dağları olmalıdır. Kolima, And dağları yox. Kordilyer olmalıdır. Ruapehu, Yeni Zelandiya doğru. Erebus, Antarktida doğru. Dəmərvənd, Qafqaz yanlış. 1-2 Dəmərvənd İran yaylasının şimalındadır. Klistopkası, Kamçatka doğru. Bu yanlışları axtarırsa 1, 2 və 5. B variantı. Xəritə sxemindən müvafiq olaraq Ural, Apalaç, Atlas, Himalay dağlarını, deməli, Ural dağları Rusiyada yerləşir 5, Apalaç dağları Şimali Amerikanın şərqində 1, Atlas dağları Afrikanın şimalında 3, Himalay dağları deməli, Cənubi Asiyada 7, 5, deməli, 1, 3, 7, 5, 1, 3, 7 cavab C variantı. Aşağıda göstərilənlərdən hansı uyğun regionların relyef və iqtisadiyyat. Neft Orinoco ovalığında çıxır, bəli, relyef və iqtisadiyyatla bağlıdır. Amazon alüvyal mənşəli çökmə süxurları örtülmüşdür. Bu iqtisadiyyatla əlaqəsi yoxdur, ancaq relyefdir. Braziliya yaylası filiz faydalıqlar yerləşir, doğrudur. Relyef və iqtisadiyyat. Konkagua, Cənubi Amerikanın ən yüksək zirvəsidir, sırf relyefdir. Dünyanın ən məşhur mis yataqlarından biri olan mis qurşağı And dağlarında yerləşir. Bu da doğru. 1, 3 və 5. 1, 3, 5 C variantı. Mərkəzi Avstraliyada qırmızı qumlarla örtülü massiv necə adlanır? Bu da 9-cu sinif dərsliyində var. Avstraliya mövzusunda Uluru yerli xalqların, aborigenlərin müqəddəs yerlərindən biridir. Müvafiq olaraq Asiya, Afrika və Cənubi Amerikanın ucqar şimal nöqtələri. Chelyuskin doğru. Dejunyo şərqdə olmaz. Roka qərbdə olmaz. Murchison Şimali Amerikada doğru. Galinas Cənubi Amerikada doğru. Mariota Şimali Amerikanın ucqar cənubda olmaz. Chelyuskin olar. Avrasiyanın ucqar şimal. Bunu götürə bilərik. Benseka Afrikanın ucqar şimal. Galinas isə Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. C doğru. Galinas olar. İynə ucqar cənubdur. Pi cənubda. İynə Afrikanın, Pi isə Avrasiyanın ucqar cənub nöqtələridir. York Avstraliyanın ucqar şimal nöqtəsi. Nordkin Avropanın ucqar şimal nöqtəsi. Benseka isə Afrikanın ucqar şimal nöqtəsi. Bizdə isə Asiya, Afrika və Cənubi Amerika istənildirinə doğru cavab C variantıdır. Xəritə sxemində rəqəmlərlə verilmiş dağları müəyyən edin. Birinci dağlar Skandinaviya dağlarıdır. 2 Qafqaz. 3 deməli Karpat dağları. 4 isə Alp dağlarıdır. Deməli Skandinaviya, Qafqaz, Karpat, Alp C variantında öz əksini tapıb. Deməli Avstraliyanın relyef vahidlərini seçirik. 3 hamımız bölük. 1 böyük,
su ayrıcı dağlarıdır. 2. Nullarbor. 4. Qərbi Avstraliya yaylası. 1 isə Böyük Qumlu səhrasıdır. Burada isə Böyük Viktoriya, yəni Böyük Viktoriya ilə Böyük Qumlunu qarışdırmayaq. Deməli, Böyük Viktoriya olmaz, Böyük Qumlu olar, Uluru. Bu hissədə də olmaz. Bir getdik. Makdonel. Makdonel dağları nisbətən buradadır. Burada isə Hammersli dağları var. Deməli, Makdonel ilə başlamırıq. Böyük Qumlu 1 doğru, 2 Nullarbor doğru, 3 Böyük Sarıcı, 4 Qərbi Avstraliya doğru, 4 Hammersli dağları. Hammersli dağlarını bu ərazidədir, olmazdı. Nullarbor doğru idi. Makdonel buradadır. Kastuşka da burada zirvədir. Cavab D variantı. Deməli, bu cavablara baxırıq. Həm yeni bilgilər əldə etmiş oluruq, eyni zamanda bilgilərimizi yoxlamış oluruq.